sintezində maksimum biosintezdən, yəni maksimum 24,8 saniyə vaxt sərf olunubsa, məlumat RNT-nin bu zulalı kodlaşdıran hissəsində neçə nukleot olduğunu hesablayın. Belə bir düsturumuz var bizim. Daha doğrusu maksimum vaxt dedikdə biz bilirik ki, 5də 1-dən hesablayırıq. 24,8 saniyədə neçə amin turşusu birləşib bilmirik. Lakin 5də 1-dən hesabladıqda deyirdik ki, 1 saniyə 5 amin turşusu. X də bərabərdir 24,8-i biz 5-ə vurmaqla tapırdıq ki, 124 amin turşusu. Və nukleotit sayını tapmaq üçün də 124 amin turşusu 124 triplet deməkdir. Yenidən 124-ü 3-ə vurmaqla 372 nukleotit olduğunu hesablaya bilərik. Doğru cavabımız 372. 18.000 nukleotitdən təşkil olmuş DNT molekulunda bütün nukleotitlərin 20% adenin payına düşərsə, bu molekulda qani nukleotitin sayı nə qədər olar? Gəlin baxaq, bu rahat məsələdir. Bircə tənlikdən yaza bilərik. 18.000 nukleotitimiz 100%dirsə, əgər 20% adenin, 20% timindirsə, yəni 20% adenin, 20% timindirsə, bunlar 40% edir. 100%-dən 40%-ə çıxarıq, düzdürmü? 60%-ə düşər sitozin və qanin sayına. Bunun 30%-i sitozin olar, 30%-i qanin. Əgər 30% qanində nə qədər olar? Bunu da 18.000-i 30-a vurub 100-ə bölməklə doğru cavabımız eləyər 5400. Uzaq yoldan da gedə bilərik. 18.000-in 100% isə 20% adenin nə qədərdir? Taparıq 3600 adenin, 3600 timin. Yenidən onları toplayıb 18.000-dən çıxarıq və aldığımız rəqəmi 2-yə bölməklə biz nədir? Sitozin və qanin nukleotitlərinin sayını tapa bilərik. Amma ən rahat yolu bu rahat yoludur. Faizini tapıb hesablaya bilərik. 16. Yağın parçalanması zamanı 38.900 kilojul enerji ayrılmışdır. Bu zaman neçə qram su əmələ gələr? Bu rahat məsələdir. 38.900-ü bölərik 38,9 kilojula. Taparıq 1000 qram yağ. 1 qram yağın parçalanmasından da 1,1 qram su ayrılır. Cavabımız edir 11.000, yox, 1100 qram. 11.000 səhv dedim, sıfırın biri artıq dedik. 1100 qram. Bu cür məsələlər çox işləmişik. Mətndə buraxılmış sözlərin düzgün ardıcıllığını tapın. Gəlin baxaq 17-ci sualda. Fotosintez prosesində az enerjili maddələr olan karbon qazı və sudan yüksək enerjili maddə glikoza yaranır. Cavab burada 1, 3. Bu zaman nədir? ATF enerjisi bu maddədə kimyəvi rabitələr şəklində toplanır. Bəli, doğru cavab 1, 3, 5. 18-ci sual. DNT-nin bir zəncirində 300 adenin, 400 guanin, 200 sitozin, 500 timin azot əsası varsa, bu zəncirə komplementar olan digər zəncir əsasında sintez olunmuş məlumat RNT-ni tapın. Gəlin yazaq bir zəncirdə nə qədər adenin var? 300 adenin. Deməli, bunun qarşısında 300 timin olar. Bəli. Daha sonra 400 guanin varsa, qarşısında 400 sitozin olar. Bəli. 200 sitozin varsa bir zəncirdə, digər zəncirdə 200 guanin olar. Doğru. Daha sonra 500 timin varsa, 500 də adenin deməkdir. Bizə deyir ki, bax bu zəncirə olan digər zəncir əsasında bir zəncirimiz bu idi şərtdə verilən. Digər zəncirimiz isə bax bu hissədir. İkinci yazdığımız 300 timin, 400 sitozin, 200 guanin və 500 adenin. Və buna biz həmin bu zəncirə əsasən komplementar olaraq məlumat RNT-sini yazmalıyıq. Əgər 300 timin varsa, 300 adenin var. 400 sitozin varsa, 400 guanin var. 200 guanin varsa buna komplementar 200 sitozin var. 500 adenin varsa 500 urasil azot əsası var. Gəlin, istəyirsiniz bunu lap qeyd edeyim təzdən. Deməli, necə oldu? 300 adenin, 400 guanin, 200 sitozin və 500
Urasil. Həmin bu zəncir əsasında biz cavabları tapacağıq. Burada birinci cavab düzdür. 400 qanun azot əsası var. Doğru fikirdir. Stoizin və qanun azot əsaslarının sayı bir-birinə bərabərdir. Xeyr, 400 qanundur, stoizin 200-dür. 2 yanlışdır. 1400 dezoksiriboza var. Bəli, burada hesablasaq bunların hər birini eləyər 1400 azotlu əsas, 1400 nukleotid və 1400 nədir? Dezoksiriboza var. Doğru cavabdır. 3 də doğrudur, 1 də doğrudur. Davam eləyək. Adenin azot əsaslarının sayı stoizin azot əsaslarının sayından azdır. Əksinə adenin 300-dür, stoizin 200-dür. Əksinə adenin çoxdur stoizində. 4 də yanlışdır. 1400 orta fosfat turşusu qalığı var. Bəli, bir-birinə bərabərdir. 500 adenin azot əsası var. Xeyr, 500 adenin azot əsası yoxdur. 300 adenin azot əsası var. 500 urasil. Doğru cavabımız 1, 3, 4. Zülalların molekul kütləsinin artması sırası ilə düzün. Bu məktəb dərsi əsasında verilmişdir ki, ən yüksək molekul kütləsinə malik olan titindir ki, 38138 amin turşusundan təşkil olunmuşdur. Daha sonra ribozadır ki, ribonukleazadır ki, 124 növ amin turşusundan təşkil olunmuşdur. Daha sonra molekul olan hemoqlobindir. Hemoqlobin, ən az olan insulindir, daha sonra albumindir. Cavabımız doğru ardıcıllığımız 4, 1, 2, 5, 3. Yəni artması sırasıyla deyəndə mən ən sonuncu bilirəm ki, titin gəlməlidir. Ona görə bu cür başladım. Nuklein turşularının tərkibinə aiddir. Verilənlər içərisində monosaxarit olan dezoksiriboza və riboza 2 və 3. Hidrofob maddələri seçin, yəni suda həll olmayan maddələr selülozadır və burada xitindir. Bunlar polisaxaritlərdir. Lakin saxaroza disaxaritdir, suda həll olur, glükoza monosaxaritdir. Hidrofob 1 və 4. Verilmiş maddələrdən hansıların quruluşunda makroergik rabitə var? Makroergik rabitə ATF molekulundadır, ADF molekulundadır, 1 və 5-dədir. Amma amifdə olmur, çünki bir ədəd orta fosfat turşusu qalığı var. Makroergik rabitə orta fosfat turşusu qalıqları arasında yaranır. Yəni DNT-də də bir ədəd orta fosfat turşusu qalığı var, RNT-də də, amifdə də. Yalnız 1 və 5-də makroergik rabitə olar. Verilmiş proseslərdən hansıları hüceyrədə xlorofil olduğunu göstərir? Karbon qazının əmələ gəlməsi. Xeyr, karbon qazının əmələ gəlməsi oksigenli mərhələni göstərir. Süd turşusunun hidrolizindən. Zualların sintezi. Xeyr, oksigenin mənimsənilməsi. Oksigenin mənimsənməsi də məhz 3-cü mərhələdə oksigenli mərhələ. Glükozanın sintezi. Bəli, xlorofilin olduğunu, oksigenin əmələ gəlməsi tamamilə doğru. Glükozanın sintezi fotosintezin qaranlıq fazasında, oksigenin əmələ gəlməsi isə işıq fazasında baş verir. 4 və 5. Quruluş sxemi verilmiş maddələrdən hansılar RNT-nin monomeri deyil? Birinci bəli, RNT-nin monomeridir. 4 növ monomeri var. Urasil, adenin, guanin, stoizin. Bəli. Urasil 1 doğrudur, lakin ikinci RNT-nin monomeri deyil. Dezoksiriboza var. Bu ATF molekulunun quruluşudur. Bu quruluş amin turşusunun quruluşudur. Digəri isə 5-dən burada 1 aiddir, aid deyil. 2, 3, 4. Monomeri deyil. Tərkibində peptid rabitələri olan maddələri seçin. Burada peptid rabitələri olan maddələr zulal molekuludur ki, amin turşuları bir-biri ilə birləşdikdə peptid rabitə yaranır. Hemoqlobin bəli zulaldır. İnsulin zulaldır, titin zulaldır. 1, 3, 5. Glikogen, laktoza, pektin karbohidratdır. Əgər bizdə amin turşularını da versələr idi, məsəl üçün leysin, serin, arginin, amin turşularında peptid rabitə yoxdur. Amin peptid rabitə o zaman yaranır ki, onlar bir-biri ilə birləşsin. Doğru cavab 1, 3, 5. Monomerlərə parçalana bilməz, özü monomer olan, məsəl üçün riboza monomerdir, glükoza parçalana bilməz monomeri. 2-dən 3. Albumin zulaldır, monomeri amin turşularına parçalanır. Glikogen də polisaxaritdir, monosaxaritlərə parçalanmış olar. 1 və 4 parçalana bilər, 2 və 3 parçalana bilməz. Doğru mülahizələri seçin. Bütün amin turşuları zualların tərkibinə daxildir. Xeyr, təbiətdə 150 amin turşusundan yalnız
20'si zülalların tərkibinə daxildir. Nuklein turşuları polimerdir, bəli. Yağlar lipiddir, bəli. Bütün yağlar lipiddir, bəli. Amma bütün lipidlər yağ deyil. 2-3 doğrudur. Bütün fermentlər karbohidratdır, yanlışdır. Bütün polisaxaridlər polimerdir, doğrudur. 2-3-5. Bütün zülallar hormondur, yanlışdır. Bütün zülallar hormon deyil. Amma zülal mənşəli hormonlar var, lakin bütün zülallar hormon deyil. Burada bütün sözünə diqqət. Ona görə doğru cavabımız 2-3-5 olar. 28-ci sual heterotrof. Bir dəqiqə, bəli, 28-ci sual. Heterotrof yolla qidalanan orqanizmlərdə enerji mübadiləsinin ikinci mərhələsində əmələ gəlmir. İkinci mərhələsində əmələ gəlmir, yəni qlikoliz mərhələsində enerji əmələ gəlir 200 kilojul, əmələ gəlmir karbon qazı, əmələ gəlmir qlukoza. Amma ATF və su molekulu hərəsindən 2 mol olmaqla əmələ gəlir. 29 fotosintez prosesi ilə bağlı doğru ifadələri seçin. Sərbəst oksigen işıq mərhələsində əmələ gəlir. 1 doğrudur. Suyun parçalanması qaranlıq mərhələsində yanlışdır. 2-yə qeyd edilir. Yanlış. Qaranlıq mərhələsində getmiş işığın olması vacib deyil. Doğrudur. Yalnız xloroplastlara malik. Xeyr. Şərt deyil ki, xloroplast olsun. Xloroplast, xromoplast olmasa da sadəcə xlorofil pigmenti yetər ki, fotosintez prosesi həyata keçirsin. 4 də yanlışdır. İşıq mərhələsində qranların, membranların müxtəlif tərəflərinə hidrogen protonları və elektronlar yaranır, toplanır. Tamamilə doğrudur və bunun sayəsində də elektronlar mənfi yüklü xaricdə, hidrogen isə daxildə müsbət yüklü toplanır və bununla da potensiallar fərqi yaranır. Doğru cavab 1, 3, 5. Bütün nukleotidlərdə olur. Bütün nukleotidlərdə olan orta fosfat turşusu qalığından karbohidrat olar, 2 və 5 olar. Məsəl üçün, biz bilirik ki, təbiətdə 8 növ nukleotid var. Hər bir nukleotidin özünə məxsus adenin azot əsası olar. Məsəl üçün, timin azot əsasında mən deyə bilərəmmi ki, adenin azot əsası var? Xeyr, orada timin azot əsasıdır, karbohidratı var, fosfat turşusu qalığı. Amma istənilən nukleotiddə orta fosfat turşusu və karbohidrat ola bilər. Nukleidin quruluşuna aid sxemə əsasən düzgün fikirləri seçin. Bu nukleidin quruluşuna biz baxsaq, C ilə orta fosfat turşusunu, B karbohidratı, A-nı isə həm biz 2 halqadan ibarət olan ya guanin ola bilər, ya da adenin nukleotidi ola bilər. Yəni A bizdə ya adenin nukleotidi, ya da guanin ola bilər. B karbohidratdır, C orta fosfat turşusu qalığıdır. Orta fosfat turşusunun qalığını F ilə işarə edə bilərlər. Karbohidratı isə P ilə, yəni pentoza. Bizə deyir ki, düzgün fikirləri seçin. Gəlin baxaq. Bir nuklein turşusunda B-nin sayı C-nin sayına bərabər ola bilər. Bəli, bir doğru fikirdir, tamamilə doğru. A nuklein turşularının adlandırılmasına xeyr. Nuklein turşularının adlandırılmasında azotlu əsaslardan istifadə etmirlər. Bax, yəni A yanlışdır, 2 yanlışdır. B üzvü maddədir, bəli, karbohidratdır, doğrudur. 1, 3 doğru. A və B arasında hidrogen rabitələri olur. Xeyr, bax, bu hissəni soruşur. Burada hidrogen rabitəsi yox, kovalent rabitədir. Karbohidratla azotlu əsaslar arasında hidrogen rabitəsi olmaz. Azotlu əsaslar arasında hidrogen rabitəsi olur. Bunlar arasında kovalent rabitədir. 4 də yanlışdır, 2 də yanlışdır, 1, 3 doğru. C bütün nuklein turşularında olur. Fosfat turşusu bəli olur, doğrudur. 1, 3, 5 doğrudur. Bir nuklein turşusunda adenin sayı C-nin sayından 4 dəfə çox olur. Xeyr, adenin sayı C-nin sayına, azotlu əsasların sayı. Məsəl üçün, burada adenin azotlu əsasın sayı əslində C-nin sayından 4 dəfə çox, yox, əslində 4 dəfə az ola bilər. Bax, bu hissədə B C-yə bərabər olar sayı. Əgər bu 1000 ədəddirsə, C də 1000 ədəd ola bilər. Amma adenin azotlu əsasının sayını 1000 deyə bilmərəm, az olar onların sayından. Deməli, bizdə 31-ci sualda doğru cavab 1, 3, 5. Düzgün fikirləri seçin. Ribosomların fəaliyyəti artmış heyvan hüceyrəsində nə baş verə bilər? Düzgün fikirlər. ATF-in miqdarı azalar, xeyr, əksinə. Düzdür, yox. Əgər burada ribosom fəaliyyəti baş verirsə, enerjidən istifadə olunar. Bəli, ATF-in miqdarı azalar. Amin turşularının sintezi artar. Xeyr, yadınızda qalsın, ribosomların fəaliyyəti zaman zülal sintezi olunur. Amin turşuları deyil. 2 yanlışdır. Fermentlərin miqdarı azalar. Dedik, fermentlər sabit qalar. Polipeptid zəncirlərin sayı artar. Bəli, doğrudur. 1, 4 doğrudur. Sərbəst amin turşularının miqdarı azalar. Tamamilə doğru. Cavab 1, 4, 5. Yəni
Yəni ribosomların fəaliyyəti o deməkdir ki, zülalların sintezi baş verir. 33. Qrafikdə hüceyrədə zülal molekul sintezi prosesində bəzi maddələrin miqdarının zamandan asılı olaraq dəyişməsi göstərilmişdir. Translyasiya prosesində bu artma işarəsini göstərir qrafikimiz. Yəni hüceyrədə sərbəst amil turşusunun miqdarı azalar, artmaz. Qrafik bu cür olmalı idi. İştirak edən fermentin miqdarı bu cür olar, sabit olar. Fermenti dedik bu cür göstərilir. Lakin əmələ gələn peptid rabitələrin və əmələ gələn su molekulların bəli hər ikisinin miqdarı artmış olur. Doğru cavab 3 və 4. 34. Sxemdə məlumat RNT-nin zəncirinin müəyyən bir hissəsi verilmişdir. Biz Z ilə nəyi işarə elədik? Orta fosfat turşusu qalığını. Y ilə nəyi? Karbohidratıdır. X də hər hansı bir azotlu əsasdır. Məlumat RNT-dirsə adenin, guanin, sitozin, adenin veribsə, deməli burada X nə ola bilər? Urasil ola bilər. Sxemə əsasən yanlış olanları tapaq. Gəlin. Y dezoksiribozadır, yanlışdır. Məlumat RNT olduğuna görə riboza. X timin azot əsasıdır. Bu da yanlışdır. Urasil ola bilər. Timin məlumat RNT-də olmur. Z orta fosfat turşusu qalığıdır. Doğrudur. Y ribozadır. Doğrudur. X karbohidratdır. Yanlışdır. Doğru olan yalnız 3 və 4 doğrudur. Digərləri, yəni X nədir? Azotlu əsasdır. Hər hansı biri. Urasil də ola bilər. Təkrar adenin də yazıla bilər. Guanin də, sitozin də. Hər dördündən biri ola bilər. Hüceyrənin tərkibinə daxil olan zülal və lipid karbohidratları üçün ümumi olan funksiyaları seçin. Biz bilirik ki, hər üçü üçün ümumi olan inşaatdır. Bir də energetikdir. 3 və 4. Enerji mübadiləsinin oksigenli mərhələsində 5200 kJ enerji ayrılıbsa uyğunluğu müəyyən edin. Enerjinin oksigenli mərhələsində 5200 kJ enerji ayrılıbsa, bilmirəm nə qədər ATF-dir. Amma bilirəm ki, 2600 kJ ayrıldıqda 36 mol ATF əmələ gəlirdi. Buradan taparıq ATF-i 72. 1-ə D. Daha sonra karbon qazı necədir? 5200-də X qədər karbon qazı istifadə olunubsa, amma 2600 kJ enerjidə bilirəm ki, 6 mol karbon qazı, bu da ixtisar gedir buna. 1 dəfə, 2 dəfə, 2-yi də 6-ya vuraraq 12. 2-də də oldu 12 B bəndi. 2-də B bəndi. 3-ə baxaq. Burada yenə yazaq. 2600 kJ-da neçə mol su ayrılırdı? 3-cü mərhələdə 42 moldusa, bəs 5200-də nə qədər olar? X də bərabərdir 42-ni 2-yə vurmaqla eləyər 84. 3-də isə Y. 1-də D, 2-də B, 3-də Y. Bir reaksiya tənliyini bilmək sizin nə qədər məsələ həllinizi bilmək deməkdir. Yəni 3-cü mərhələnin bütün əmsallarına, bütün istifadə olunan maddələr, əmələ gələn maddələr, hər birinin əmsalını, kütlə, qramını, molunu bilmək şərtdir, əzbər şərtdir. Uyğunluğu müəyyən edin. Kimyəvi maddələr birinci DNT, ikinci RNT, üçüncü ATF. Enerji ilə zəngin makroergik rabitələri vardır. Təbii ki, ATF olar. Bir polinukleotit zəncirdən ibarətdir. RNT 2-yə yazarıq. Spiral halında burulmuş 2 polinukleotit zəncirdən ibarətdir. DNT tərkibində urasil azot əsası var. DNT karbohidratı dezoksiribozadır. DNT. Bu qədər güvən test toplusunun açıq tipli sualların izahı.